Salam dəyərli izləyicilər. Bu videoda sizə dövlət orqanlarının kateqoriyalarını izah edəcəm. Video dövlət qulluğuna qəbulun həm test, həm də müsahibə mərhələsinə hazırlaşan namizədlər üçün nəzərdə tutulub. Əvvəlcə baxaq görək dövlət orqanı nədir? Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı 4 xüsusiyyəti özündə birləşdirən bir dövlət təsisatıdır. Birincisi, dövlət orqanları Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirirlər. Burada dövlətin məqsədi dedikdə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi ilə müəyyən olunan dövlətin ali məqsədini xatırlaya bilərik. Funksiyalara gəlincə, dövlətin daxili və xarici funksiyaları olur. Dövlət orqanları da məhz bu funksiyaları həyata keçirirlər. İkincisi, dövlət orqanları Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən olunan hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilirlər. Üçüncüsü, dövlət orqanları Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılırlar. Və nəhayət dördüncüsü, dövlət orqanları dövlət qulluğu haqqında Azərbaycan Respublikası qanununun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olurlar. Burada 7-ci maddədə nəzərdə tutulan struktur dedikdə, dövlət orqanlarının struktur qurumlarında yaradılan struktur bölmələr, yəni şöbələr və sektorlar nəzərdə tutulur. Dövlət orqanı anlayışına aydınlıq gətirdikdən sonra, baxaq görək dövlət orqanlarının kateqoriyaları nə deməkdir və dövlət orqanları hansı meyarlar üzrə kateqoriyalara bölünürlər. Dövlət qulluğu haqqında Azərbaycan Respublikası qanununun 1.1.5-ci maddəsinə əsasən, dövlət orqanlarının kateqoriyası, dövlət orqanlarının statusu, iyerarxiyası və yurisdiksiyası nəzərə alınmaqla təsnifləşdirilməsidir. Qanunun 8.1-ci maddəsinə əsasən, dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası nəzərə alınmaqla ali və 5 kateqoriya üzrə təsnifləşdirilirlər. Burada hər iki müddəada status dedikdə, dövlət orqanlarının hansı qanunvericilik aktı ilə, hansı məqsədlə yaradıldığı, həmçinin hansı hakimiyyət qolunda yer tutduğu başa düşülməlidir. Məsələn, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası Prezidentinin icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə yaradılan və Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır. İyerarxiya dövlət orqanlarının aşağıdan yuxarıya doğru tabeçiliyinə əsaslanan yuxarıdan aşağı doğru pilləli bölgüsüdür. Yurisdiksiya isə dövlət orqanlarının qəbul etdikləri qərarların hansı ərazidə qüvvədə olduğunun göstəricisidir. Göründüyü kimi hər iki müddəada yurisdiksiya anlayışının qarşısında mötərizədə ölkə, regional və yerli səviyyədə olduğu müəyyən edilmişdir. Məsələn, ali, birinci, ikinci kateqoriya dövlət orqanları ölkə səviyyəli. Ombudsmanın regional mərkəzləri, regional asan xidmət mərkəzləri, mərkəzi icra hakimiyyəti orqanlarının regional bölmələri, apellyasiya və ixtisaslaşdırılmış məhkəmələr regional səviyyəli, yəni bir neçə rayon və şəhər üzrə, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, rayon şəhər məhkəmələri və prokurorluqları, yerli icra hakimiyyəti orqanları isə yerli, yəni yalnız bir rayon və ya şəhər üzrə yurisdiksiyaya malikdirlər. Bəzən müsahibələrdə dövlət orqanlarının hansısa kateqoriyasının səlahiyyətlərinin mənbəyində soruşurlar. Burada bir maraqlı məqama toxunmaq istəyirəm. Məsələn, birinci və ikinci kateqoriyada Azərbaycan Respublikasının Konstitusiya qanunlarının adının çəkilməsinin səbəbi odur ki, həmin kateqoriyalarda olan dövlət orqanlarından Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin səlahiyyətləri müvafiq Konstitusiya qanunu ilə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və Ali Məhkəməsinin səlahiyyətləri isə yenə Konstitusiya qanunu ilə təsdiq edilən Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən olunur. İndi isə dövlət orqanlarının kateqoriyaları üzrə bölgüsünə baxaq. Mən bunu sizə dövlət orqanlarını hakimiyyət qolları üzrə qruplaşdıraraq izah edəcəm. Birinci qrupa Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyəti orqanlarını daxil etmişəm. Bunlar ali kateqoriyada olan Azərbaycan Respublikasının Milli Məclisi və birinci kateqoriyada olan Azərbaycan Respublikasının Hesablama Palatası ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisidir. Gördüyünüz kimi, qanunvericilik hakimiyyəti orqanları yalnız ali və birinci kateqoriyada yer alırlar. Digər kateqoriyalarda qanunvericilik hakimiyyəti orqanları yoxdur. İcra hakimiyyəti sisteminə daxil olan dövlət orqanları isə birinci kateqoriyadan başqa bütün kateqoriyalarda yer alırlar. Mən onlara ali kateqoriya icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti orqanları olaraq qruplaşdırmışam. Ali kateqoriya icra hakimiyyəti orqanlarına cəmi 5 dövlət orqanı daxildir. Bunlar Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən 4 orqan,
hansı ki Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin icra səlahiyyətlərini həyata keçirən orqan, yəni Azərbaycan Respublikasının Nazirlər Kabinetidir. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və onların struktur qurumları 2-ci, 5-ci kateqoriyalarda yer alırlar. İzlədiyiniz cədvəldə hansı orqan və ya struktur qurumun hansı kateqoriyada yer aldığı göstərilib. Burada bir çox namizədləri çaşdıran əsas məqam dövlət agentlikləri və dövlət xidmətlərinin hansı kateqoriyada yer alması və aralarındakı fərqi müəyyənləşdirməkdir. Sizin üçün həm 2-ci, həm 3-cü kateqoriyada yerləşən dövlət agentlikləri və dövlət xidmətləri əsasında həmin fərqi izah edəcəm. Fərqi müəyyənləşdirmək üçün qaydamız belədir. Əvvəlcə dövlət orqanının adının sonuna baxırıq. Əgər sonda dövlət agentliyi və dövlət xidməti ifadəsi varsa, deməli bu orqan ya 2-ci, ya 3-cü kateqoriyada yer alır. Çünki məsələn 5-ci nümunədə adını qeyd etdiyim Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi də təşkilati hüquqi formasına görə agentliyidir, amma dövlət orqanı deyil, publik hüquqi şəxsdir. Baxdığımız orqanın dövlət orqanı olmasından əmin olduqdan sonra adın əvvəlinə diqqət edirik. Əgər 1-ci və ya 2-ci nümunələrdə olduğu kimi adın əvvəlində ya Azərbaycan Respublikası Prezidenti yanında, ya da sadəcə Azərbaycan Respublikası ifadəsi varsa, deməli bu orqan 2-ci kateqoriyada yer alır. Əgər adın əvvəlində 3-cü və 4-cü nümunələrdə olduğu kimi hansısa mərkəzi icra hakimiyyəti orqanının adı varsa, deməli bu orqan 3-cü kateqoriyada yer alır. Sonda onu da qeyd edeyim ki, 2-ci kateqoriyada olan dövlət agentlikləri və dövlət xidmətləri müstəqil dövlət orqanlarıdır. 3-cü kateqoriyada yer alanlar isə struktur qurumlardır. İndi isə Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti sisteminə keçək. Bu sistemə daxil olan orqanlar 2-ci, 5-ci kateqoriyalarda yer alırlar. Burada bilməli olduğumuz vacib məqam ondan ibarətdir ki, Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti arasında 2 kateqoriya, mərkəzi icra hakimiyyəti orqanları və onların yanında olan dövlət agentlikləri, dövlət xidmətləri arasında 1 kateqoriya fərq var. Mərkəzi icra hakimiyyəti orqanlarının yanında tabeliyində olan orqanlar, həmçinin yerli bölmələr arasında isə kateqoriya fərqi yoxdur. Hər ikisində mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri 4-cü, digər yerli bölmələr isə 5-ci kateqoriyada yer alırlar. Azərbaycan və Naxçıvanın Nazirlər Kabineti arasında 1 yox 2 kateqoriya fərqinin olması səbəbi bundan ibarətdir ki, 2012-ci ilə qədər ali kateqoriya yox idi və Azərbaycan Respublikasının Nazirlər Kabineti 1-ci kateqoriyada yer alırdı. Daha sonra ali kateqoriya ayrıldı, Azərbaycan Respublikasının Nazirlər Kabineti ali kateqoriyaya yerləşdirildi və beləcə bu ikisi arasında kateqoriya fərqi 1-dən 2-yə yüksəldi. Yerli icra hakimiyyəti orqanlarına gəlincə, yalnız Bakı şəhər icra hakimiyyəti 2-ci, Bakı şəhər icra hakimiyyətinin yanında olan orqanlar, həmçinin Bakı şəhər icra hakimiyyətinin tərkibindəki rayon icra hakimiyyəti orqanları və digər yerli icra hakimiyyəti orqanları 4-cü, yerli icra hakimiyyəti orqanı sisteminə daxil olan digər orqanlar isə 5-ci kateqoriyada yer alırlar. Dövlət hakimiyyətinin 3-cü qolu olan məhkəmə hakimiyyəti orqanlarını da məhkəmə və prokurorluq orqanları olmaqla 2 qrupa bölmüşəm. İzlədiyiniz cədvəldə məhkəmə orqanlarının kateqoriyaları üzrə bölgüsü verilib. Gördüyünüz kimi 1-ci və 5-ci kateqoriyalarda məhkəmə orqanları yoxdur. Burada yenə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının ali məhkəmələri arasında 2 kateqoriya fərqi olduğunu şahid olur. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi 2015-ci ildə ali kateqoriyaya yüksəldilib və nəticə etibarilə bu iki orqan arasında 2 kateqoriya fərqi yaranıb. Məhkəmə hakimiyyətinə daxil olan digər orqan Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş Prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan olan Azərbaycan Respublikasının prokurorluğudur. Azərbaycan Respublikasının prokurorluq orqanlarının kateqoriyaları üzrə bölgüsü izlədiyiniz cədvəldə verilib. Gördüyünüz kimi bu orqanlar qrupu ali və 5-ci kateqoriyada yoxdur. Digər diqqət çəkən məqam odur ki, ixtisaslaşdırılmış məhkəmələr, o cümlədən hərbi məhkəmələr 3-cü kateqoriyada yer alsalar da, hərbi prokurorluqlar 4-cü kateqoriyada yer alırlar. Son olaraq, heç bir hakimiyyət qoluna daxil olmayan dövlət orqanlarına nəzər yetirək. Bu orqanlar yalnız 1-ci, 3-cü kateqoriyalarda yer alırlar. İzlədiyiniz cədvəldən göründüyü kimi, bunlardan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili 1-ci, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə müvəkkili 2-ci, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin regional mərkəzləri isə 3-cü kateqoriyadadır. Diqqət etməli olduğumuz digər vacib məqamlar bunlardır ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının katibliyi var, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının aparatı var. Azərbaycan Respublikasında Audio-Vizual Şura adlanan orqanın Naxçıvan Muxtar Respublikasındakı analoqu Televiziya və Radio Şurasıdır.
Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi isə qanunun 8-ci maddəsinə ən son əlavə edilən dövlət orqanıdır. Bununla da dövlət orqanlarının kateqoriyaları üzrə video bitdi. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.